Salam aleykum əziz kanalımızın izləyiciləri. Mən bəziləri sual verir ki, belə bir problemlə qarşılaşırıq, bizə bir məsləhət verərdiniz ki, nə edəyək? Məsəl üçün, bu ət yeməyənlər var, vegetarianlar var ki, onlara biz qoyun quzu sata bilmirik, yəni ət yemədikləri üçün. Sadə bir usul deyəcəm ki, ondan sonra onlar məcbur olacaqlar sizdən heyvan almağa, nə etmək lazımdır? Yəni, o ilə üzbəüz durarkən gedirsiniz təsərrüfatınızda ən gözəl heyvanı, görkəmli heyvanı seçirsiniz, gözə görünən heyvanı seçirsiniz və ona deyirsiniz ki, yəni üzbəüz duraraq ona deyirsiniz ki, bax, əgər sən bu heyvanı məndən almasan, gözün önündə bu heyvanı kəsəcəm. İnanın, ondan sonra məcbur olub bu heyvanı sizdən alacaq. Belə bir yumor qatmaq istədim. Dedim, biraz fərqli olsun inşallah. Yəqin ki, siz də indi əminəm ki, belə ciddi qulaq asın ki, Ramin bizə nəsə belə önəmli bir məsləhət tövsiyə verəcək. Sadəcə istədim, belə biraz fərqli olsun, bir yumor qatdım. Allah malca bərəkət versin.